Hörmətli seçicilərim, bəzi problemlərdən danışacağıq bu günlərim. Azərbaycan Xalq Parlamenti noyabr ayının axırına planlaşdırıb Azərbaycan Xalq Parlamentinin millət vəkillərinin seçkisini. İndi ölkədə durum belədir ki, hər hansı bir iqtidar hər hansı bir fərdlə və yaxud da hər hansı bir cəmiyyətlə, hər hansı bir qurumla azadlıq hərəkatına gedən yolu örgədən təşkilatların işini pozmaqda həmişə pozmaq istəyir. Buna görə də Azərbaycan Xalq Parlamentinə seçkilər elan oluna bilər və bu seçkilərin bizə Azərbaycan Xalq Parlamentinin adından olması mümkün deyil. Çünki yenə də deyirəm, biz noyabr ayının axırına hesablamışıq seçki keçirmək və bütün dostlarımdan, mənlə yazışan, mənə qulaq asanlar, mənə hay verənlər hamısı bilsin ki, biz heç kimin belə fikrinlə razı deyilik. Heç kimin deyəndə iqtidarın fikrinlə razı deyilik. Biz seçkiləri noyabr ayında keçirdəcəyik və inanmayın ki, hər hansı bir təşkilat seçki elan eləsə, namizəd versə, inanmayın. Çünki Xalq Parlamenti olaraq biz seçki elan eləməmişik. İkinci seçicilərimdən xahiş edirəm, gələcək seçkilərə indidən olsun, hazırlaşın, siyasi hüquqi savadınızı artırın. Azərbaycan Xalq Parlamenti də sizə bu haqda çox köməklik eləyər. Çünki biz hər gün səhər saat, belə axşam saat 8-dən 10-a kimi bütün verilişlərimizi veririk media vasitəsilə və tamaşaçılara hər şeyi izah edirik. Bizim əsas fikrimiz, ən əsas fikrimiz xalqı siyasi bir də hüquqi cəhətdən maarifləndirməkdir. Düzdür, bizim verilişlərdə bəzi çıxışlar da olur. Məsələn, xalq tərəfindən müraciət olunur, problemləri deyirlər. Biz bu problemlərin hamısını qabardırıq. Qabardırıq ki, bəlkə bəzi məmurların belə vicdan dərəcəsi o qədər düşməmiş olsun ki, bunları həll etsinlər. Onsuz da biz bilirik ki, qlobal məsələdə Respublikada heç nə həll olunmayacaq. Özünüz bilirsiniz, Respublikada qanuni şərait nədirdir? Siyasi şərait də heç ürək asan deyil. Çünki siyasi şərait belədir ki, bütün siyasi ictimai təşkilatların hamısı qapanıb, çıxbağa öz qınına girən kimi başqasını görmür, hiss eləmir, yaxınlaşmır, bilmir, birləşib iş görmək istəmirlər. Bu da məlum məsələdir. Bəziləri iqtidar tərəfindən maliyyələşir, bəziləri imicini qoruyur, bəziləri də öz üstünlüklərini istəyirlər göstərsinlər ki, biz o biri müxalifət cəbhəsindən üstünük. Amma bu düzgün fikir deyil. İndiki devirdə mütləq müxalifət, mütləq birliyə gəlməlidir. Mütləq birliyə gəlməsə, bu devlətimizdə heç biz hüquqi devlət qura bilməyəcəyik, demokratik devlət qura bilməyəcəyik. Mütləq lazımdır ki, bütün siyasi təşkilatlar, ictimai təşkilatlar birliyə gəlsinlər. Hələ ki, bu birlik çağırış bir Azərbaycan Xalq Parlamentindən gəlir. Düzdür. Məsələn, mən o günlərim baxdım, Facebook səhifəsində məsələn Xalq cəbhəsinin
Nizami rayonu idi, yoxsa Xəzər rayonu idi. Belə bir şey verirdi ki, birliyə gəlmək lazımdır. Mən özüm də belə bir cürə oldum ki, biz də birliyə çağırırıq, onlar da. Amma indi bu saatı bütün ictimai təşkilatlarla, Azərbaycan Xalq Parlamenti ilə də, Milli Müqavimət Təşkilatı ilə də Xalq Cəbhəsi yaxınlaşa bilər. Belə bir isti münasibət yavaş-yavaş əmələ gəlir. Ona görə də cəbhəçiləri də, mənə qulaq asan cəbhəçilər çoxdur. Mən heç vaxt ayrı seçkili salmamışam. Onlar da azadlıq uğrunda mübarizə aparır, biz də azadlıq uğrunda mübarizə aparırıq. Və o sıravi cəbhəçilərdən çox xahiş edirəm, yaxınlaşın. Bizim aramızda, Xalq Parlamentinin arasında, millət vəkillərinin arasında Xalq Cəbhəsinin üzvləri çoxdur. Onlar da bizdən bir yerdə çin-çinə vuruşur, çağırış eləyir. Siz də gəlin. Əsas ümidimiz bizim Xalq Cəbhəsinədir. Çünki Xalq Cəbhəsi dövlətdən maliyyələşmir. Seçicilərim, sizdən xahiş edirəm. Noyabr ayında seçkilə keçiriləcək. O seçkilərə siyasi cəhətdən tam hazır vəziyyətdə olanları dəvət edirəm, öz namizədliklərini versinlər.